Sazımızla təllənək, Deyirlər budağın 5 milyon yaşı, sözümüzdə bəllənək. bu çayın 3 milyon yaşı tamamdır. Muğamımızla şəhlənək, güllənək. Gönül köksün. Gözəl, təşəkkür edirik, var olun.
Ürəklərdə hər vaxt, hər zaman qonaq qalsın telli sazın aşığımız belə yekunlaşdırdı istəkli tamaşaçılarımız. Bəli, elə biz də ürəklərdə hər zaman qonaq olan telli sazın qonağıyıq bugün də. Və elə bahəm olaraq hər kəsi ekran önünə dəvət edib axşamlarınız xeyir olsun deyirik. Nə xoş ki, bugün biz sizinlə yenə sazın, musiqinin, muğamın, şeirin, sənətin ətrafına cəm olduq və zamanın, gərdişin gərildiyi bir vaxtda milli ruhun qorunması, folklorun qorunması ən gərgin və ağır zəhmət tələb edən bir işdir və millətin də duru və diri qalmağına xidmət edən elə onun ruhudur, elə onun folklorudur, milli mədəniyyətidir və biz də bu yolda bütün çətinliklərə sinə gərərək bu yollara düşmüşük və bu çətinliklərdə hər zaman dəstək gözləyərək, bizim də əlimizdən tutanları gözləyərək, ilk öncəliklə əlimizdən tutan hər kəsə təşəkkür edirik və o cümlədən verilişimizin araya ərsəyə gəlməyində bizə dəstək olan Dəmirli Yol Tikinti şirkətinə də öz təşəkkürlərimizi göndəririk ki, bax bu yollara çıxmağımızın əsas səbəbkarı məhz Balaxanı qəsəbəsində yerləşən Dəmirli Yol Tikinti şirkəti olmuşdur. Türk və yerli mütəxəssislərlə birgə yol çəkilişi, asfalt və bardurların salınmasında böyük layihələrə imza atan Dəmirli Yol Tikinti şirkəti ən son texnologiyaları ilə yollarınıza rahatlıq və uzun ömürlük gətirəcək. Bakı və Sumqayıt şəhərləri, o cümlədən ətraf rayonlarda yol çəkilişi ilə bağlı istənilən sifarişləriniz bu ünvanda qəbul olunur. Bakı şəhəri, Balaxanı qəsəbəsi. Əlaqə telefonları 050 209 0502 050 266 96 06. Aşıqlar Allah ruhudur. Allahdan qidalanan kəslərdir ki, sırf Allahın buyruğu ilə, əmri ilə hərəkət edir. Şarkının birinci və axırı sələbəsi. Nə məndən qabaq, nə məndən sonra sələbəsi oldu. Qızılı deyillər şeylər idi, beylər dökümüdür yada külərlər, beylər dökümüdür yada külərlər, hər ağacın hər çiçəyi, yurunduzur hər çiçək, hər ağacın hər çiçəyi, nə gözəldir yer göçər. Bəli, istəklilərimiz 12-ci əsrdə Şamaxıda dünyaya gələn böyük Azərbaycan şair Əfzələddin Xəqani yazırdı ki, Şirvan ki var, hər cəhətdən ülviyyətin aynasıdır, onun suyu səhər yeli dərdlərimizin dəvasıdır. Bugün Şirvanın ab-havasına bürünmək niyyətindən, o Şirvanın suyunun deyək, musiqisinin deyək, sazının deyək, sözünün deyək, ab-havasına bürünmək diləyindən cəm olduq ən gözəl qonaqlarımızla və mən neçə illərdir ki, bax bu verilişi sazın sözün axarında qurub nə qədər insanların auditoriyasının sevgisini qazanmışam, ancaq etiraf edim ki, hələ indiyənəcən bir Şirvan aşığı da olsun mənim verilişimin qonağı olmayıb. Düzü ki, o təklifləri mən hər zaman etmişəm və o sənətkarları hər zaman gözləmişəm. Ancaq birinci olaraq, bax bizim Könül Körpüsünün elə
yeni televiziyada yeni verilişlərin araya ərsəyə gəlməyində ilk addımını atan və elə Şirvan zonasını təmsil edən, Şirvan aşıq sənətini təmsil edən bizim ilkin olaraq bax o addımı atan, o cəsarəti özündə toplayan aşıq böyük ustad aşığımız, aşıq Xanış sənətinin davamçısı Xamis Xanış oğlu oldu. Bax ilk ifanı da biz həmin aşığımızdan aldıq və aşığımızı da salamlayırıq, onun başında gələn bu dərsi də salamlayırıq, xoş gəlmisiniz deyirik və sözü elə sizə ötürməzdən öncə bir dəyərli sənətkarımızı da salamlayaq, onu isə özüm məxsusi olaraq dəvət elədim ki, bizə Şirvan aşıq sənətinin, Şirvan xanəndəlik sənətinin ən layiqli yetirmələrindən olan aşıq xanəndə Əvəzxan Xankişiyev. Ona görə dəvət etdim ki, sinəsində olan havacatlarla illərdir tamaşaçıları, dinləyiciləri ovsunlayan öz səsi ilə, öz ifaları ilə həmin o ifaları bizim üçün, tamaşaçılarımız üçün də yetirsin ki, verilişimizdən bir ləzzət alaq, zövq alaq sayənizdə. Elə bütövlükdə hər birinizə xoş gəlmisiniz deyirəm. Saz sizdə, söz sizdə. Aldı görək, nə dedi ustadlarımız? Çox sağ olun, təşəkkür edirik. Bizi bu verilişə dəvət elədiyinizə görə. Nədir, söz qulluğunuza hazırıq. Nəylə? Yəni, sazla gələcəyik, sözlə gələcəyik. Buyurun, Aşıq xanım. Aşıqlıq sənəti elə bir mövhumdur ki, bizdə Şirvan zonasında, ümumilikdə Şirvan aşıq sənəti böyük bir ensiklopediyadır. Bəli. Nə bilim, dünyalarca kitablar yazsalar, aşıqlıq sənətinin, yəni dərinliklərini açıb, ağardıb, üzə gətirə bilməzlər. Bir üzdən də sizə özlərin minnətdarlığımızı bildiririk ki, adınız kimi çiçəkli bir verilişə bizi çağırıb, həqiqətən bu gözəllikləri üzə çıxarmışsınız. Bunun üçün sizə dərin minnətdarlığımı bildirirəm. Və ilk addımı da atan siz olduğunuza görə biz də sizə təşəkkür edirik ki, Şirvan bölgəsində ilkin olaraq o addımı siz atdınız, o cəsarəti siz tapdınız ki, verilişə gəldiniz. Yəni, nə qədər olmasa da vaxt gedir, yol itkisi, zaman itkisi, hər halda bunun üçün biz də sizə təşəkkür edirik. Buyurun. Sağ olun, əziz olasınız. Və bir də Çiçək xanım, mən bir şey demək istəyirəm. Siz qeyd edirsiniz ki, Şirvan zonasından aşıq olmayıb burada. Yəni, siz verilişimizdə qərb zonasına dəvət eləmişsiniz. Görürsən, bəzən səhv çıxış edirlər aşıqlar. Özdə biraz cavanları olsa, deyərəm ki, cavan da bəzi şey bilmir. Amma görən bəzi orta yaşlı, biraz yaşlı nəsil danışanda biraz nəsə, mənə gəlir ki, biraz düzgün söhbət eləmir. Məsələn, deyir ki, Şirvan aşıq sənəti qərb zonasından götürülür. Xeyr, elə deyil. Şirvan aşıq sənəti aşıq sənətinin bir qoludur. Bəli. Necə ki, Gədəbəy, Tovuz, Qazaq, məsələn, Göyçə, Şəmkir, Borçalı, bu Şirvan da aşıq sənətinin bir qoludur. Bəli, bəli. Yəni, onlardan ayrılmaz qol. Aşıq sənətimizin ayrılmaz qoludur. Bəli, ayrılmaz bir qoludur. Onu kim inkar eləyirsə, bəlkə də elə o dərki dayazlar ola bilər, ancaq hər halda biz... Sonra bəzi gözəl saz çalanlarımız da bizdən inciməsin, adını çəkmək istəmirəm. Görürsən ki, onlar da aşıq deyirlər. Bu da düzgün deyil. Aşıq oxumalıdır, aşıq. Saz çalana saz çalan deyərlər. Gözəl saz çalanlar var, bəli Azərbaycanda. Adlarını çəkmək istəmirəm, böyük hörmətim var onlara. Elə biri də bu yaxında elə mənə toy dedi Şamaxıda. Gözəl sənətkardır. Amma saz çalana saz çalan deyərlər. Şirvan aşıq məktəbində, yəni Əvəzxan müəllim dediyi kimi, qərb məktəbində baş divanı ilə başlanar, məclislər baş divanı, ancaq sizdə peşrolarla başlayır. Bəli. Sizdə peşro ilə başladınız. Nə peşrosu idi başda? Çoban yaylağı peşro. Çoban yaylağı peşrosu ilə başladınız. Yaxşı, peşro, musiqi kimi peşro gəlir. Söz kimi nə gəlir? Nə ilə başlayaq məsələn? Nə ilə salamlayaq tamaşaçıları? Ustadın sözünə qüvvət. Göyçədə Dədə Ələsgər, Şirvanda Aşıq Bilal məktəbi. Yəni ki, bunların formalaşmasında aşıqlıq sənətinin daxilində yazma, yaradıcılıq, rəqqaslıq, hər bir şey, saz ifaçılığı, söz demə qabiliyyəti, bunlar hamısı aşıq sənətinin daxilində gedir. Aşıqlıq bütöv, sıxılmış bir yumruq şəklində olmalıdır. Şeirə gəldikdə isə mən ustadıma vəfatından əvvəl mənə etdiyi vəsiyyətin əvəzində yazdığım bir şeiri demək istəyirəm. Öz ustadınıza. Bəli, Aşıq Xanış, ustadım Aşıq Xanışa. Bəli, həm atam, canım,
Həm dost idik, həm sənət yoldaşıydıq. Hər baxımdan Allah rəhmət eləsin. Gözəl şəxsiyyət idi. Sənətindən əlavə gözəl şəxsiyyət idi. Toxunarıq, o baxıma da toxunarıq. Şeirimiz gəlsin görüm. Ustad odur, ürəklərdə yad olsun. Hey dilərdin könüllər abad olsun. Yerin nuru behiş, ruhun şad olsun. Sənətin sarrafı, ay ustad xanış. Bir nurlu çıraqdın söz aləmində. Həmişə öndəydin düz aləmində. İti baxışlıydın göz aləmində, söz zirvəsi qafı, ay ustad xanış. Xamisəm qoymaram susa qələmi, dönmərəm yolumdan sipər ola min. Sazın, sözün yaşayacaq ol əmin, etmirəm boş lafı, ay ustad xanış. Allah rəhmət eləsin bütün ustadlara və o yolu ki siz davam edirsiniz, sizə də can sağlığı arzulayaq. Ancaq özün şeirinizdən öncə çox yerinə düşərdi, ustadın şeirindən biri gələrdi. Məqamı düşdükcə biz o şeirlərdə yetirək, təşəkkür edirik. Ancaq gəlin bizim digər qonaqlarımızı da təqdim eləyin. Onu təqdim etmək sizin boynunuza düşsün ki, kimlərdir sizi müşayiət edin, vəziyyət çəkib gələnlər? Gözəl balaban, gözəl qara zurna ifaçısı, həqiqətən öz sənəti ilə sözünü demiş, möhrün vurmuş sənətkarlardan biri Əbilxan Şirvanlıdır. Əbilxan müəllim, sizi də salamlayırıq və burada olmanızdan sevindik. Ona görə ki, sizi burada gördü, Əvəzxan müəllim çox sevindi ki, nə yaxşı oldu, yaxşı sənətkarlarımız gəlib. Buyurun, sizin də deməyə sözünüz var. Çox sağ olun. Mən də bu verilişə uğurlar arzulayıram. Bayaq qeydilən süzüyə yaxşı ki, elə burada oturan Əvəzxan müəllim başda olmaqla, bütün heyət, hamısı gözəl insanlardır, gözəl sənət sahibidir, gözəl əsası da insaniyyət deyən düyünləri. Onların, mən də bilirəm ki, gəlişləri özü için də vurulacaq. Mən də elə Əvəzxan müəllimi o başda olmağa bütün ansambl heyətini hamısını salamlayıram. Mən həqiqətən də çox sevindim ki, elə girən ki, bizim ilk işimizin qarşısına Əvəzxan müəllim çıxdı. O mənim həqiqətən sənət yoldaşlığından başqa o həqiqətən mənim doğmamdır, ürəyimdir, canımdır, ciyərimdir. Elə biz o baxımdan bir yerə cəm elədik ki, ürəyinizcə olsun. Bəli. Ona görə də ki, bu verilişimiz də gözəl alınır ki, burada oturanlar hamısı bir-biri sevəndir. Görək gözəl deyirsiniz. O gözəl musiqilər və gözəl müşahidə nə gələcək və digər qonaqlarımızı da xahiş edirəm, Aşıq xanım təqdim edin. Burada oturan yoldaşlar da eləsə belə Əbilxan Şirvanın ailə üzvləridir. Ay maşallah. Bəli. Zəfər, Günər, Səyyar. Üçü də sizin. Bəli, biz bir yerdə ansamblda, toylarda, el şəhərlərdə bir yerdə gedirik, çəkilişlərdə də bir yerdə. Demək olar ki, mənimlə bir yerdə işləyirlər. Bəli. Bütün məclislərdə bunlar. Çox gözəl sənətkarlardır. Bir də ki, bizim əziyyətimizi çəkirlər. Çox sağ olsunlar. İndi görək bir ailə ansamblı kimi bir ifalarımız necə olacaq? Mən birinci dəfə məsələni dinləyirəm. Gözəl olacaq, gözəl. Gəl onda ifalara keçək Əvəzxan. Nə ola bir ifa? Bəlkə elə ailənin özündən Özü çalsın da, bir ifa üzəri çalsınlar, qulaq asaq da. Bir ifa sizdən gəlsin, görə bilin. Nə yetirirsiniz? Buyurun.
Yaxşıdır, təşəkkür eləyirik, var olun. Doğrudan da sənətdən də öncəliklə elə insanlıqdır və o təlim tərbiyə də ədəb erkən qədərlərdir. Maşallah elə evlatlarınızı görünür elə bu sənətdə belə tərbiyələndirmişsiniz ki, bu ədəblə erkanları görünür o dəqiqə hamı. Çox sağ olun. Tərbiyə olan yerdə uruzu da var, bərəkət də var. Ay maşallah, doğrudan elədir. Elədir. Ona görə ki, günləri onların yetişməsində mənim çox əziyyətim. Ona görə ki, mən evdə gündəlik tapşıracam bunlar. Bir var ki, kimsə mən elə onların ustadıyım deyir. Ustadın evladına, yəni Ustad oğluna şəhid olmaz. Şəhid olmaz, elə hamısı ustad kimi yetişirlər. Bir ustadın oğlu da Aşıq Xamisi. Təşəkkür eləyirik, Aşıq, var olun. Biz söhbətimizi davam edirik və söhbət axarında sözümüz olanda sizə yəni maneçilik eləməsində mən qoyum mikrofonu bura. Bir ustadın oğlu da sizsiniz. Və bu axarla beləcə davam eləyək. Şirvan Aşıq Məktəbindən, Şirvan Aşıq Məktəbinin lap öncəliklə kimlərdən qaynaqlanıb gəlir? Məsələn, tutaq ki, Mirzə Bilaldan öncə mənim araşdırmalarıma görə Şirvan Aşıq Məktəbi Xəstə Qasımdan bəhrələnir. Yoxsa ondan öncə də kimlərdən bəhrələnir və Mirzə Bilaldan sonra kimlərə ötüb bu sənət və kimlər yetişib və bu Şirvan Aşıq Məktəbinin qızıl dövrü, qızıl məqamları hansılar olub aşıq sənətində? Biraz cana ilə bərabər bölüşək o fikirlərinizi, buyurun. Yox, siz düz buyurursunuz. Bilirsiniz, Xəstə Qasımdan öncə də aşıqlarımız olub. Bəli. Amma bizə gəlib çatan odur. Bəli. Yəni ki, Xəstə Qasımdan bu yana, bəli, Xəstə Qasım olub, Abbas Tifarqanlı olub, ondan üzü bəri, sonra Şirvan aşıqlar olub. Şirvan aşığının siz bu şəhlənmə dövründə olub Aşıq Şakir Hacıyev, Bəli. Aşıq Məmməd Ağa Babayev, Bəli. Aşıq Pənah, Aşıq Pənah, Aşıq Bəylər, Allah rəhmət eləsin, Aşıq Bəylər, Ustadım Aşıq Xanış, bəli, Allah rəhmət, Aşıq Xanış, sonra Aşıq Hacılı. Aşıq Hacılı, Allah rəhmət eləsin, Aşıq Barat olub, yəni o şəhləm dövrü əsas onlar olub. O da olub təxminən 47-ci ildən sonra, təxminən elə bir ki, nə bilim, Allah Teala birdən olay verən kimi birdən də əlimizdən aldı. Hardasa 50-ci illərdən Bəli, 50-ci ildən 60-70-ə qədər təxminən. Ən şəhlənmə dövrü olub aşıqların. Qızıl dövrü, bəli. Bizim vaxtımızda. Elə başda Şakir olmaqla nə qədər ustad sənətkarlar yetişib. Buyurun. Ümumilikdə götürəndə, yəni bizdə əsas aşıqlıq anlamı dostu Şirvanidə aşıq əvəz də olub bizdə. Qaynaqlanıb gəlmə bir sənətdir. Sonra da bizdə Cəyirli kəndi var. Çox təəssüflər olsun ki, bugün insanlar şöhrət dalıcan qaçır, həqiqəti açıqlamır, demir. Bugün Şirvan aşıq sənətinin yaşamasında, bu yerə gəlib çıxmasında Aşıq Abbas Söhbətovun, Cəyirli Aşıq Abbas Söhbətovun böyük rolu var. Bəli, çox böyük rolu var. Şirvanın salçın dastanları var özünə görə. Yəni, iki variantda dastanlar var. Qərb zonasının dastanları, Şirvan zonasının dastanları. Bunlar sırf öz əli ilə həmin dastanları Ustad Aşıq Abbas, mənim ustadım Aşıq Xanışa bağışlayıb. Yəni ki, həqiqətən çox böyük ensiklopediyadır. Ayrıca bir veriliş lazımdır ki, dərin bir veriliş ki, onların hamısını açıqlayıb üzə çıxardırsan. Yəni, bu veriliş həqiqətən bəs eləmir. Çünki ürəkdə sözlər o qədər çoxdur ki, birini deyirsən, o birisi qalır. Belə-belə, ona görə də Şirvan aşıq sənəti özlüyündə böyük bir dəryadır. Vallahi ki, ümmandır ki, onu açıqlamaq üçün alimlər, professorlar lazımdır. Ümumilikdə, elə bütövlükdə aşıq sənətimizin özü doğrudan bir dəryadır və biz də o damla götürürük, verilişlərdə nəyi yetirə bilirik hər halda. Naxaq yerə Ozan demiblər ki, aşığa. Ozan, bilirsiniz də, babalarının babasıdır. Deməli, sizin aşıq mühitində, aşıq məktəbində yetişən ustad sənətkarlardan elə adlarını vurğuladınız. Aşıq Şakir, Məmməd Ağa, Barat, Bəylər, Aşıq Pənah, bəli. Və sizin atanızla həm bir Aşıq Xamusa da gözəl, bəli, gözəl yada saldı. Xamusa da o da aşıqların. Sonra mən bildiyimə görə bir Pir Məmməd olunmu aşıqlar? Pir Məmməd xanəndə də olub bizdə, yəni güclü bir xanəndə olub, çoxdanki illərə gedib çıxır. Pir Məmməd
xanəndə olub. Yəni onun da adını vurğulamağa dəyər ki, çünki Əvəzxan müəllimin özü də həm xanəndə olub, həm aşıq kimi fəaliyyət göstərirsə, deməli belə sənətkarlarımızın da dəyərini. Çiçək xanım, ümumilikdə bu aşıqların hamısının adını vurğulasak, yəni bu veriliş bəs eləmir. Tək ada bəs eləmir. Ona görə də adını çəkmədiklərimiz də yəni ruhu. Aşıq Əvəz olub bizdə gözəl. Aşıq Mahmud olub, çox böyük sənətkar olublar. Çox belə Aşıq Abbas olub. Bu Abbas Söhbətovdan başqa. Əvəzxan mənim sizin ustadınız kim olub? Mənim ustadım Aşıq Şakir Hacıyev olub. Şakir Hacıyev. Aşıq Şakirin birinci və axırıncı tələbəsiyəm. Nə məndən qabaq, nə məndən sonra tələbəsi olmayıb. İndi bəzi aşıqlar deyir ki, Allah canlarını sağ eləsin. Deyir Şakirin tələbəsiyik. Deyirəm ki, ixtiyarınız yoxdur Şakirin tələbəsi deməyə. Siz deyə bilərsiniz ki, Aşıq Şakir mənim ustadımdır. Ustad deyə bilər. Tələbə olmaqdan ötürü gələk onun tələbəsi olasan. Yəni, hamı bilir, bütün Azərbaycan bilir ki, Şakirin birinci və axırıncı tələbəsi mənəm. Məndən başqa tələbəsi olmayıb. Elə Aşıq Şakir bir tələbə bu sənətə veribsə də, onu da mükəmməl verib. Eşq olsun sizə. Biz özümüz də Əvəzxan Xankişiyev adlı bir xanəndənin deyim, bir aşığın deyim. Əsas xanəndə kimi fəaliyyət göstərmişik. Bəli, sənətini sevmişik və həmişə də o ifaları gözləmişik. Aşıq Şakir sənətindən deyək, Aşıq Şakir necə deyim, repertuarından deyək, yetirir bugün bizə Əvəzxan Xankişiyev, yoxsa özünün o təsdiqlənən möhür ifalarını yetirir bugün bizə? Hansınızı məsləhət bilirsiniz, onu da eləyərik. Nə gəl, bax, könlünüzün kökün, nəyəcə o ifanı istəyirik? Gəlsin bir ifa. Bir şey fikirləşərək. Düşüm eynəli ilə də, yenə yaxşı
aman ay ay və yerli mütəxəssislərlə birgə yol çəkilişi, asfalt və bardurların salınmasında böyük layihələrə imza atan Dəmirli Yol Tikinti şirkəti ən son texnologiyaları ilə yollarınıza rahatlıq və uzun ömürlük gətirəcək. Bakı və Sumqayıt şəhərləri, o cümlədən ətraf rayonlarda yol çəkilişi ilə bağlı istənilən sifarişləriniz bu ünvanda qəbul olunur. Bakı şəhəri, Balaxanı qəsəbəsi. Əlaqə telefonları 050 209 0502 050 266 96 06. Sid qürəkdən vurğun olar yara yar. Bəsdir vurma ürəyimə yara yar. Eşit fəryadımı dinlə yar, ayar. Zalim olma, bar gəl hayana mənə. Mən bu sənəti özüm öyrənmişəm. Ona görə ki, həm də bu alətlərin hamısını da özüm düzəldirəm. Həm zurnanı, həm balabanı, həm hamısını. Yəni bu günləri bunun köklənməsi, hamısı mənim öz əlimdən gəlir. Ona görə də bunlar hamısı mənim sözümə baxır. Mağul bərəsindən açdım, mağul bərəsindən açdım. Süsən sümbülən dolaşdım, süsən sümbülən dolaşdım, süsən sümbülən dolaşdım. Oynadım güldüm, danışdım, oynadım güldüm, danışdım. Nə bağ bildi, nə də bağban, nə bağ bildi, nə də bağban, nə bağ bildi, nə də bağban. Əli Cadı var, İsmail Peşirosu var, Qədim Peşirov var, çoxdur, Peşirovlar da çoxdur bizdə. Mənim də ən çox sevdiyim İbrahim Peşirosudur, çünki onu da Təbrizdən gələn aşıqları da həmişə onu oxuduram. Əvvəlsiz, mənim üçün əvvəlsiz də o... Oxuyaq da. Əvəzxan müəllim, nar ağacı, nar çiçəyi elə sizin möhür mahnılarınızdandır, ifalarınızdandır bilirəm. Bunun bəstəçisi kim olubdur? Yaradanı kim olubdur? Bunun bəstəçisi Allah rəhmət eləsin Hacılı Hacıyev olub. Aşıq bunu bəstələyən sözlərdə Nəbi Xəzri, gözəl şairimiz Nəbi Xəzrinindir. Mən Hacılı ilə dost olmuşam, bərk. Yəni bütün aşıqlarla... İlk ifaçısı kim olub? Hacılı Hacıyev. İlk ifaçısı özü? İlk ifaçısı olub, o özdəki onu da bəstələyən, düzəldən, ortalığa çıxardan mahnını. Bu nar ağacını Aşıq Hacılı rəhməti Hacıyev. Ondan sonra Şirvan aşıqlarından kimlər... Heç kim onu oxumayıb, çünki o qədər gözəl oxumuşdu ki onu. Ondan sonra heç kim... Heç kim ürəylə ona yaxınlaşmırdı, açıq. Mən özüm də Hacılı rəhməti ilə dost idim deyənə. Mən də istəmirdim ki, oxuyum onu. O rəhmətə gedəndən sonra müraciət elədim və şükür Allah ki... Və sizdə də uğurlu alındı. Uğurlu alındı və demək olar ki, pasportum sayılır. Baxmayaraq ki, hamı deyir, mən yox, bütün Azərbaycan deyir, xalq deyir, qulaq asan deyir ki,
Şirvan şikəstəsi Şakirdən sonra Əvəzxanındır. Nar ağacı da. Sonra nə bağ bildi, nə bağban da, o da elə Şakirdən sonra Əvəzxan oxuyub. Çox mahnılardır. Bu saat məclislərdə hamısı rəhmətli mən oxuduğum, Şakirdən sonra oxuduğum mahnılardır. Kəndimizdir, Nərgizdir, Sarı Könnəkdir. Və indi hamısı. Bu şeylər var ki, bax bu Şirvan Aşıq Məktəbinin yaratdığı musiqilər, mahnılar var, bəstələri var. Onlar toylarımızın bəzəyidir. Bəzən deyirlər ki, Şirvan aşıqlarında tutaq ki, ritmlərində, yəni saz çox önəmli deyil. Aşıq məktəbində, yəni saz önəmli olar, ancaq Şirvan məktəbində ritmdir. Ancaq sizin də məktəbin yəni bir ləngəri olub, salğarı olub, əski mahnılarınız olub, ləngərli havalarınız olubdur və o cümlədən bugün elə el məclislərimizi, toy şənliklərimizi bəzəyən də Şirvan Aşıq Məktəbinin yaratdığı musiqilər, nəğmələrdir. O cümlədən o bəstələri yaradan aşıqlarımızdan Aşıq Xanış olub, Aşıq Xamsı olub. Aşıq Xanış hansı nəğmələri yaradıb, hansı musiqiləri, mahnıları var onun? Şirvan gözəlləməsi üstündə nar çiçəyi rəngi var yanağında. Sözlər onun deyil, amma musiqi aşıq musiqisidir. Sonra məhəbbətin qüdrəti var. Xanəndələr oxuyur. Ümumilikdə Xanış gözəlləməsi var. Çoxdur. Ümumilikdə Saysun ustadının həqiqətən mahnıları çoxdur. Xanış gözəlləməsi, yəni Məhəbbətin qüdrəti mahnısı var. Yəni o dil əzbər olan hamının bildiyi. Sözləri Aşıq Xanışındır. Musiqisi də Aşıq. Musiqisi də Aşıq Xanış. Aşıq Xanışın olubdur. Sözlərdə bəli elə o da onun möhrü sayılıbdır. Bax bu dəm sizdən hansı hava gəlsin? Yəni Aşıq Xanış repertuarından gəlsin, öz repertuarınızdan gəlsin. Vaxtı məqam itirmədən istəyirəm ifalarınızı da. İstərdim ki, Şirvanın klassik havalarından birini ifa eləyin, Zarıncı şikəstə. Ay, nə gözəl. O zarıncı şikəstləri bizdən istəyənlər olmuşdu. Ancaq mənim də ürəyimdə bircə Şirvan havası var ki, İbrahim Peşrosu, o havanı... Peşron birini oxuduq, inşallah qismət olar. Məsləhət olar, oxuyar o yenə də. Çox arzulayardım. O dəm gəlsin ifamız, yəni... Vaxt olsa, əgər fərqi yoxdursa, İbrahim Peşrosunu oxumaq olar. Nə gözəl olardı. Səsiz oxuyarıq. Gəlsin ifamız, buyur. Sidq ürəkdən vurğun olar yara yar. Bəsdir vurma ürəyimə yara yar. Eşit fəryadımı dinlə yar, ayar. Zalim olma, bar gəl hayana mənə. Amandır işimi salma düyünə. Vurğunam şənliyə, toya, düyünə. Anlam yanarpa, buğda düyünə, məhsuldan dərs keçir. Ayana mənə. Nanəziblər nə söyləyir, söyləsin. Aşıq Xamis, yolun axdı, söyləsin. Yaş ötüşüb neçə olub, söyləsin. Ölüm haqdır, bu ki ayan a mənə. Oyandım yuxudan
xoş gələr, Tanrıya xoş gələr bu sabahları. Adam öldürənə qanlı deməzlər, gönül sındırana qanlı deyənlər sədanam qurban ey. Deyrəyə bas deyən müsəlləyə varmadım. El uzadıb yar zülfünü görmədim ceylan. Bir bağ saldım, bir bağ saldım, güllerini delmedin. Derler tökler bu sabahları sayanam kurban ey. Ey bir bağ saldın, güllerini delmedin. Derler döktüler, derler döktüler bu sabahları. Ey 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 ey, ay derler döktüler sabah. Aman ey. Teşekkür ederim. Ne güzel de müşahede edirəm. Çok sağ olun. Doğrudan da müşahede güzel olanda oxuyan da oxuyur. Ya oxuyan güclü olmalı, ya müşahede güclü olmalı. İkisi güclü olanda Daha gözəl olur da. İkisi gözəl olanda atalar məsələsi var da. Deyir gözəl olur bal qatanda qaymağa. Aha, nədir ki bunun ziyanı? Və Əbülxan müəllim doğrudan da çox gözəl və peşəkar müşayiət eləyir. Özünüz də dediniz ki, o şikəstələri ən gözəl müşayiət eləyənlərdən biri elə Bəli, 2-3 nəfərdən biri budur. Əbülxan müəllim. Çox deyil. Əbülxan müəllimin Bəli. sözünüz mü var? Bu da hamısı ondan rəzəlsi, uzun zəhmətin bəhrəsidir bu. Bəli. Mən elə dönə-dönə Əvəzxan müəllim deyib, neçələr bir yerdə dolan deyib ki, bəs sən nə qədər məşğul olursan? Deyirəm ki, bir var ki, orada pərt olunsan, elə evdə pərt olun da, məşğul olun, əziyyət çəkin. Ona görə də hər kəs zəhmət çəksə, mən onu da qeyd edeyim ki, Əvəzxan müəllim də bilir, Xamis müəllim də bilir, mən bu sənəti özüm öyrənmişəm. Ona görə ki, həm də bu alətlərin hamısını da özüm düzəldirəm. Həm zurnanı, həm balabanı, həm hamısını. Yəni bu günləri onun köklənməsi, hamısı mənim öz əlimdən gəlir. Ona görə də bunlar hamısı mənim sözümə baxır. Özünüz düzəltdiyinizə görə özünüzün sözünüzə baxın. İndi siz bu alətlərdən düzəldib bizə də verərsiniz ki, biz də bax o milli dəyərlərimizin keşiyində isə onu muzeyimizdə, verilişlərimizdə yəni bir görüntü xatirdə də olsa İnşallah o bunu görüşdə mən onu gətirib sizə təqdim. Günahkar Aşıq Xamisdir. Nədən ki, mən havaların gözəl vaxtında dedim ki, dəvət edin bizi gələr Şamaxıda, bax o dağlar qoynunda, Piriqulusunda çəkək, o gözəl məkanlarında çəkək. Günahkar mən deyirəm, günahkar bu uşaqlardır ki, hər gün biri bir yerdə olurdu. Bunları tapıb cəmləmək də var da. Yəni o toy mövsümündən. Bunlar tək veriliş, televiziya deyir də, el, xalq da gözləyir bizi bunlar. Ancaq el məclislərindən də çox televiziyada gözləyirlər. Sözsüz, ancaq elin məhəbbətinə də qarşı gəlmək olmaz. Elin məhəbbətini qazanmış bizim hamımızın sənətkar kimi formalaşmasında elin böyük rolu. Çörək ağacınızdır da, el məclisləri, çörək oradan gəlir. Ona görə, ustad kimlərlə işləmişsiniz? Hansı ustad aşıqlarla işləmişsiniz və bax bu bağlamanınız, bu qara zurnanız kimlərə xidmət edir? Allah rəhmət eləsin bütün ustadlara, ustad Aşıq xanışla neçə uzun müddət toylarda olmuşuq. Rəhmətli Aşıq Mahmudla, babasıyla, Əvəzxan müəllimlə,
ondan aşıq vüqarla, əli ilə, yəni ki, çoxları ilə, yəni belə, indi də... Ən seçmə aşıqlarla. İndi də... Bərkədən aşıqlarla. Qabaqlar. Görürəm ki, Allah canı sağ eləsin, ustadın evladıdır, görürəm ki, onun da gələcək parlaqdır. İndi yaxınlaşmışam, Əvəzxan müəllim sözünə qüvvə deyir ki, yaxşıları seçirəm. Gözəl. Yəni bu peşəkarlıq da buradan elə görünür ki, sənətin də bilgilərini, yəni çörək-çörəkçiyə vermək lazımdır ki, birini də artıq verək. Aşıq xanımız, oxuduğunuz şikəstələr ümumiyyətlə Şirvan şikəstələri çoxdur. Şirvan şikəstəsi ayrılıqda Şirvan şikəstəsi ayrı bir mahnıdır. Qalan misal üçün şikəstələr çoxdur. Zarıncı şikəstə var, sartorpaq şikəstə var, kəsmə şikəstə var, çığdan çıxmaz şikəstə var, qədim şikəstə var, yeşbə şikəstə var. Həm də bunlar çox vaxt misal üçün qocaman, köpək. Bu şikəstələr ikisi bir şikəstədir. Sadəcə olaraq başqa-başqa adlar altında formalaşıb. İndi oxuduğunuz şikəstə var. Onu ilk dəfə kim oxumuşdu? O kimdən sizə gəlibdi o? Mən əsas o eşitmişəm bəylər, bir də ustadımın ifasında. Aşıq bəylər, yəni ki, o ən çox o ifaları mənə özünə çəkir. Bəylər oxuyub, bəylərdən sonra Şakir oxuyub, Aşıq Şakir və Peçatın da vurub. Əvəzxan, bax bu mahnılar kim tərəfindən yaranır, onu da bilirsiniz. Bu mahnılar elə aşıqlar tərəfindən yaranıb. Məsələn, bayaqda şikəstələr oxunub ola bilsin əvvəl. Amma ona əsas bəzəyi vurub bəylər. Bəylərdən sonra Aşıq Şakir vurub Peçatı. Ondan sonra da maşallah yenə başqa aşıqlar da elə Allah rəhmət eləsin oxuyub. Məsələn, papası da oxuyub, hamısı, Xanış da oxuyub. Məsələn, başqa oxular hərə bir cür oxuyub. İndi xalqın xoşuna hansı gəlib onlar oxuyublar da. Ancaq əsas Peçatı bəylər Aşıq Şakir vurub. Gözəl. Bir də sizdə yəni o güllü qafiyə, qara qafiyə belə havalarınız da olub. Və bir də sizdə bildiyimə görə Qərb məktəbində də var gödək donu. Gödək donu havası məncə Şirvan tərəfdə də var, Şirvan aşıqlarında. Ancaq o bilmirəm o sizdə, məsələn Qərb məktəbinin gödək donusunu bilirəm. Sizdə də bilmirəm o havanın üstündə gedir, yoxsa necədir? Hər halda. İndi sizin mən elə istəyərdim ki, oxunmayan havalarınızdan gəlsin, özünüzün repertuarınızda olan havalardan gəlsin. Əvəzxan müəllimin özünün möhür mahnılarından gəlsin. Biz tamaşaçılara yetirək. Siz bayaq dediyiniz mahnı ola bilsin bizdə oxunur başqa adla. Dediniz o mahnı vardır, gödək donu havası. Ola bilsin mən elə ad eşitməmişəm. Ola bilsin bizdə məsələn Qərb zonasında kərəmi deyirlər. Kərəm başqa üslubda. Onlar başqa kərəmi başqa üslubda. Onlar başqa deyirlər, biz döymə kərəmi deyirik. Onlar kərəmiyə başqa cür. Yəni kərəm deyil, ancaq qara kərəm deyil. Döymə kərəmdə elə ümumilikdə qohumluq əlaqələri çoxdur. Yəni məndə arxivlər var, baxıram, zəng yetirirəm. Yəni ki, çox mahnılarda misal üçün oxşarlıq var. Amma ümumilikdə götürəm, misal Dilqər. Dilqər mahnısı Marisa şikəstəyə uyğun, qardaş bir mahnılar. Yəni ki, oxşar mahnılar çoxdur. Yəni ki, ümumilikdə belə qardaşlıq baxımdan yönləri var. Yaxşı, indi biz növbəti mahnının, növbəti ifanı yəqin ki, Əvəzxan müəllimdən alacaq. Nəyi ifa edəcək? Mən İbrahim Peşros da var. Bax, qardaşım Zarıncı... Yox, Çoban Yalı Peşros oxudu. İndi əgər ehtiyac var, oxuya. Bələri cadı var, dürbəz. İbrahimi var, çoxdur Peşrosu. Mənim də ən çox sevdiyim İbrahim Peşrosudur. Çünki onu da Təbrizdən gələn aşıqlarda həmişə onu oxuduram. Əvəzsiz, mənim üçün əvəzsizdir o... Oxuyaq da. Ancaq Şirvan Aşıq Məktəbinin aşıqları üçün əsas olan o keyfiyyətlər nədir? Bax, sizin o aşıqlığınızı göstərən o xarakter, yəni hansı keyfiyyətlərdir ki, bax, bunlar cəm olmalıdır sizdə? Bizdə hamısı, ümumilikdə hamısı öz yöntəmində yaxşı getsə yaradıcılıq, əsas rəqqaslıq biraz daha xalqa elə yaxındır, gözəl rəqqaslıq, yəni ki, söz demə qabiliyyəti, haradasa orada bir aktyorluq baxımından da bir nəyinsə olmalıdır. Ancaq bunlar hamısı birlikdə formalaşanda həqiqətən ola bilir ki, elə məclisdə elə bir xəstə hala düşürsən ki, oxumaq halı olmayanda həmin onlarla elə yola verirsən ki, hər şey öz qaydasında, öz axarını, öz yönünü tapır. Hamısı birlikdə
bir barmaqla insan nə edə bilər? Gərək sənət, hər bir sənətdə bütün hamısı birlik bir-birini tamamlayır. Yəni çalğı necə? Saz çalğısı da var. Saz çalğısı da var. Sazdır, oxumaqdır, şeir deməkdir, rəqsdir. Var, aktyorluqdur. Aktyorluqdur. Dastan nətər? Dastançılıq. Dastançılıqdır. Bunlar hamısı. Aşıqlarda var. Bilirsiniz, dastansız aşıq. Mənə sual verdilər ki, niyə qərb zonasında saz sənəti daha çox inkişaf edib? Şirvana nisbətən. Çünki orada, məsələn, bəzi yerlərdə balaban da yoxdur. Sazla çalır, özü oxuyur. O məcburdur ki, o sazı sənəti yaxşı çalsın, çalmağı öyrənsin ki, özünü ifa edib, özünü idarə edə bilsin. Balabanla da olanda biraz kömək olur. Amma bizdə əsas ki, məşallah, ritm ki var, bir gözəl sənətkarlar var. Saz çalmağa bir elə ehtiyac yoxdur. Hələ yüngül öz pərdələri tuta bildin, yüngül öz mahnı çala bildin, bəs eləyir. Ondan əlavədə ustad, bizdə ritm üstündə qurulub. Aşıq mahnılar hamısı ritm üstündə qurulub. Onun üçün də hardasa eyni fəaliyyəti eyni anda cəmləşdirmək biraz hardasa olar da. Yəni ki, biraz işləsən olar. Bütövlükdə elə aşıq musiqilərimizin hamısı elə ritm içindədir və ritmdən çıxan kimi o dəqiqə görünür ki, ritmdən düşən kimi xəstə. Bəli, elə havaların hər birində ritm və eyni zamanda elə sazın özünün ifası da önəmlidir. Ancaq sizdə qərb məktəbdən fərqli bircə o rəqsdir ki, o da görünür bir rəngarənglik qatmağa və ona görə də sizin ifalar, sizin nəğmələr məclislərdə daha çox. Hal-hazırda yəni şey olmasın, fikir verirsinizsə, qərb zonasında aşıqları hamısı ritmə keçib saat. Hamısı ritmlə oynayırlar, ritmlə oxuyurlar, hamısı. Ritmdən düşdü, xəstə olur. Və cəmaat daha çox ritmi xoşlayır. Ancaq bəli, cəmaat ritmi xoşlayır. Nə yazıqlar, cəmaat həm də oynamağı xoşlayır. Və toylarda da oynamaqdan yorulmurlar, ancaq oynamaq eşqindən gəlir. Ancaq sazın biliciləri, sənətin biliciləri və bizim verilişimizi də kənarda, yəni ölkə xaricində izləyən sazın xəstələri var ki, Şirvan Aşıq Məktəbinin o necə deyim, verdiyi mahnıları, yaratdığı mahnıların da xəstələri var ki, deyir ki, bax biz o əski mahnılarımızı istəyirik, o köhnə mahnılarımızı istəyirik, ləngərli mahnılarımızı istəyirik. İndi məclis xatirinə nəğmələrimizi deyir, onlar da biraz yəni daha da yüyrək eləyiblər, daha da ritmə salıb, daha da yüngül yəni ritmlə ifa eləyirlər. Bəlkə də toyların məclislərin xatirinə belə yaranır. Ləngəri ifaçılar. Ləngərlik də var. Məsələn, elə Aşıq Şakir ustadımın oxuduğu Nə bağ bildi, nə bağban. Çox ləngəri bir mahnıdır. Gəlsin o hava. Bəlkə nə bağ bildi, nə bağban. Peşron yerindən oxuyaq siz. Hansı gəlir, gəlin. Yox, Peşron yerindən oxuyaq. Səhər bağa girdim, səhər bağa girdim. Nə bağ bildi, nə də bağban, nə bağ bildi, nə də bağban.
Ay, çox sağ olun Aşıq, çox sağ olun, var olun. Təşəkkür edirik hər ikinizə. Buyurun, əyləşin. Bu ifaların axarında deyirəm ki, bir halda ki, o Şirvan Aşıq Məktəbinin musiqilərindən danışdıq, Şirvan Aşıq musiqisindən danışdıq, orada da ki, ritmdən danışırıqsa, orada qara zurnadan, balamandan danışırıqsa, bir halda da ki, belə gözəl balaman ustamız, yəni qara zurna ifaçımız bugünkü verilişimizin qonağıdır. Gəlin elə isti-isti bir ifanı da sizin özünüzdən alaq və dediniz ki, siz özünüz dediniz ki, bu sənəti özünüz öyrənmisiniz, ustanız olmayıbdır da bu sənət öyrənmisiniz. Həm də alətləri də özünüz düzəldirsiniz. Bax, bu nədən saza meyl eləmədiniz, bax, bu alətlərə meyl elədiniz siz? Məndə bir növrədə musiqi həvəsim vardı, lap birinci sinifə gedən. Yəni, əvvəli mən nağara ifa eləmişəm, ondan əvvəl qarmon da ifa eləmişəm. Çünki ilk növbədə kök, bu bayağı düzgü ritim, kök olmasa, hər bir şeyin kökü var. Adi biz belə zəif bitkinin də kökü var. Ona görə ki, kök elədir ki, mən o qarmonda o kökü tam elə beynimə həkk eləmişəm. Sonra keçmişəm nağara ritimdə. Ondan sonra həvəsim olub ki, bu zurna qədim alət olduğuna görə, bunu indi yaşadan az sənətkarlar var. Ona görə buna meyl elədim. Bunu keçəndən sonra dedim ki, bunun əgər hansısa bir çətinliyi olsa, bunu düzəlməyə kimi yanına gedəcəm, dedim, o da öyrənim. Yəni, bu günü müraciət edə bilərlər, zurna, balaban ifasıları, yəni ki, mənim bu sahədə əlimdən gəlir. Qarmon çala bilirsiniz, nağara çala bilirsiniz, qara zurna çalırsınız, balaban çalırsınız, sonra nələrdə çala bilirsiniz? Boşa nağara üzü belə, qarmon varsa sentizatorda, yəni, bunlar... Deməli, o müşahiyyət zamanı hansı musiqiçi yoxsa onu əvəz eləyə bilərsiniz? Və sazı necədir? Sazı da öyrənə bilərəm. Bundan sonra marağım artıq. Oxumaq necədir? Ona gecdim. Oxumaq necədir? Bu da qara zurnamız dillərsin, gəlsin, görək nə gəlir. Şəx xanım, mən bir şey əlavə edim, icazə verirsiniz. Buyurun. Mənim atamın bir sözü vardı. Deyir ki, gələcəkdə ki, o uşaq ki, bilinəcək nə olacaq? Yəni, böyük adam olacaq, tanınmış adam olacaq, lider olacaq. O, oyun olur da, uşaq vaxtı uşaq oynayırıq. O, həmin adam deyir, kim mənləndir? Kim mənləndir? O, gələcəkdə də lider olur da. O ki, gələcəkdə heç nə olmayacaq. Deyir, mən kimlənəm, mən kimlənəm. Bu olan hamısını çalıb. Lider olmaqdan ötürü zurna çalıb. Çünki dəstədə aşıqdan sonra lider, zurna balabandır. Seçilməyə görə. Əvvəldən qanunda olub ki, seçilməlidir. Deyəsən ki, kim mənləndir? Bəli, kim mənləndir. Belə də olur da. Toy bu tutur, ya aşıq deyir buna ki, filan vaxt toyumuz var. Ya özü tutur, dəstəni yığır ki, kim mənləndir gəlsin. Və orada da ki, o toyxanada da ki, musiqiçinin hansını tapa bilmirlər, öz əvəz eləyər də. Onda da oturar, bunda da oturar, nə istəsə ifa eləyər. Yox, o sərf eləmir. Çünki gərək 2 pay, 3 pay verəsən burada. Orada bir pay verirlər, o da sərf eləyər. Yox, bir pay vermir. Onda bir qədim el havası. Nə havası gəlir? Qədim el havası ilə. Bu zurna havaları... Gülgəzi, hə. Ay, salam. Bax, havanın adını da dediniz, çox gözəl oldu. Gəlsin onda hava.
sağ olun Aslı. Teşekkür edirik. Buyurun əyləşin. Türk və yerli mütəxəssislərlə birgə yol çəkilişi, asfalt və bardurların salınmasında böyük layihələrə imza atan Dəmirli Yol Tikinti şirkəti ən son texnologiyaları ilə yollarınıza rahatlıq və uzun ömürlük gətirəcək. Bakı və Sumqayıt şəhərləri, o cümlədən ətraf rayonlarda yol çəkilişi ilə bağlı istənilən sifarişləriniz bu ünvanda qəbul olunur. Bakı şəhəri, Balaxanı qəsəbəsi. Əlaqə telefonları 050 209 0502 050 266 96 06. Kızıldı her karış torpağında aşık. Kızıldı her karış torpağında aşık. Odur ki dağlardan uzadır başın. Odur ki dağlardan uzadır başın. Şakirem şenle bir destan koşup. Şakirem şenle bir destan koşup. Layıksan şehre söze kendi. Layıksan şehre söze kendi. Qara zurna ifası yerindədirmi, qaydasındadirmi? Yəni gəlin gətirmə məqamında əvvəllər qara zurna ilə gələrdi, gəlini onunla gətirərdik. Bu adət-ənənə yerindədirmi, yoxsa müasir? Müasirləşmiş yoxsa? Avadan şəhər girəcəyindən bəllidir. Mənə o qədər ləzzət eləyir ki, bəziləri görsən qaçır ki, elə mikrofonda zurnanın səsi çıxsın, yox. Mən mikrofondan qaçıram. Ürəyinizdə yetirəcək hava qalıb, nə verəcək? Biri qalıb. Biri qalıb. Biri qalıb. Onu da var, onu halan da var. Evliyalar əmri, yalar məkanı, var olsun yaradı quru tikəni, var olsun yaradı quru tikəni. Valla belə ifaçılarımız çox az olur. Mən o qədər tədbirlərim olur ki, qara zurna ifaçılarını, məsələn, o dağ döşündə, el yaylağa qalxanda qara zurna ifaçılarını çox axtarmışam. Səndim elə bunlar Şirvanda məskunlaşıblarmış və yaxşı oldu ki, elə sizlə də belə, bax, bu verilişdə elə körpü oldu, könül körpüsü verilişində elə bu ifaçılarımızın da könlünə bir körpü oldu ki, biz sizi tanıdıq. Ancaq onu deyim ki, sizin bu sənətiniz elə belə, yəni tutulacaq belə ögey tutulacaq sənət deyil. Şirvanda qara zurna ifası yerindədirmi, qaydasındadirmi? Yəni gəlin gətirmə məqamında əvvəllər qara zurna ilə gələrdi, gəlini onunla gətirərdik. Bu adət-ənənə yerindədirmi, yoxsa müasir? Müasirləşmiş yoxsa? İndi təbii xeyr, indi əvvəllər biraz çox xoşlamır. Görsən zurnanı salındır, yığışdır onu, ancaq klarnet, indi yox. İndi qara zurna ilə. Çox təbdədir, bəli, çoxu. Və mənə ən çox ləzzət eləyən, ona görə ki, təbiilikdir. Ona təbiilik ki, bayaq Əvəzxan müəllimə qeyd elədi ki, zurnadan əvvəl elə səs çıxarırdılar ki, hamı qaçırdı, uşaqlar, neysə belə bicarəlik vardı. Ona görə ki, zurnanın səsi zurna səsi kimi olmalıdır. Zurnanın səsini heç götürəndə mikrofon, aparat, gücləndiriciyə ehtiyac yoxdur. Mənə ən çox ləzzət eləyən rayon toylarında, kənd toylarında elə qapıya düşürsən, qapıya düşəndə onu demirlər ki, kamanla, skripka ilə, sintezatorla açılış olsun. Ancaq zurna ilə. Əvəzxan Xanşiyev gəlib, onun dəstəsində hökmən zurna olmalıdır. Özdə nəzir, özü necə oxuyursa, onun ansambında da o səs ilk növbəni açılışı zurna eləyir də. Ona görə də bütün ansambullara ona qiymət verilir ki, demək,
Abadan şəhər girəcəyindən bəllidir. Bəli. Mənə o qədər ləzzət eləyir ki, bəziləri görsən qaçır ki, elə mikrofonda zurnanın səsi çıxsın, yox. Mən mikrofondan qaçıram. Və qardaşlara deyirəm ki, yox, bu da təbii tavar zurna. Ona görə ki, buna güc tələb eləyir. Zoruna sözündən əməl edəcək, güc. Mənə ən mən üzr istəyirəm, başqa toylarda görsən ki, klarnet istəyirlər. Əbülxan olan toyda hələ mənim yadıma gəlmiş ki, gəlib məndən ya Əbülxandan klarnet istəsinlər. O qədər. Klarnet də var, müəllim. Deyiblər, mənə deyib ki, Əbül, sən bu tərəfdə diləyi kökləm deyiblər, klarnet saxla. Yəni, qara zurna ilə gəlin gətirmə mərasimi qalıb. Dəbdədir, bəli, yerindədir, dəbdədir. Bunun hamısı da təbiidir. Burada heç bir şey, heç bir də burada alətdə, mağazində hansısa bir yerdə satılmır. Çalmaq necə? O nəfəs... Nəfəs indi o bədənə baxmır, daxilə ürəyə baxır. Hamısı ürəkdən. Yəni, neçə dəfələrlə Əvəzxan müəllimin iştirakı ilə el şənliklərində, şallıq evlərində olmuşum. Olub da orada ansamblda oturublar, zurna ifasıları. Baxıb deyirəm ki, o qamışdan deyirəm, qarşı onu qamış eləmirəm, onu ürək eləyir. Bəli. Nəfəs eləyir. Çox sağ olun ki, bu verilişinizə, yəni biz də dəvət elədik onunla. Çox sağ olun ki, biz də burada iştirak elədik. Ürəyinizdə yetirəcək hava qalıb, nəyə vermək? Biri qalıb. Onu da alar. Biri qalıb. O bir halanı da alar. Aşıq xanımız, ifa olunmayan havalar, eşitmədiyimiz havalar, ya onlardan alaq sizə, ya da ki, toylarda, tutaq el şənliklərində ən çox sizdən tələb olunan, istənilən hava hansıdır? Ordubadı, tünd ordubadı, aran gözəlləməsi çoxdur. Ümumilikdə bütün nə? Oynaq rəqslər, oynaq hamısı yəni ki, onların hamısına ehtiram, hörmət var. Onu, yəni cəmaat el məclisində istəyirlər. Bəs sizin özünüzün o ürəyinizi verdiyiniz hava hansıdır ki, orada ən çox o havada özünüzü tapırsınız? Mən, məsələn, hər havaya məclisə girəndə oynaya bilmərəm. Ürəyimi qoymaq üçün könlümdən keçən o hava gəlməsə. Ümumilikdə aşığın başdan ayağa, necə deyim, təmin eləyən ordubadı, tünd ordubadıdır ki, bu hər cəhətli aşığa meydan yaradır, oynamağını, deməyini, ifaçılıq qabiliyyətini. Nə demək, bizim meydanımız dardır, yəni o meydanı verir. Ümumilikdə həqiqətən meydangir aşıq üçün çox dardır, hədsiz dardır. Çünki aşıq fırlanan düzey... Biz də, bəli, biz də aşağı o meydanı vermişdik ki, bizi Pirqulu dağlarına çağırın, o Pirqulu yaylaqlarında gələk o meydanı sizə orada verək. Belədir ki, qədər yazan Allahdır, görünür bugünə, yəni ki, biz, əsasla aşıqlər Allah vurğundur. Allahdan qidalanan kəslərdir ki, sırf Allahın buyruğu ilə, əmri ilə hərəkət edir. Allahın verdiklərinə... Bu da Allahın qədəridir ki, bugünə şükür deyək və ifamız gəlsin. Bəlkə elə o əgər ordubadıdırsa o gəlsin. Ya könlünüzdən keçən ifa gəl. Bugün mən bura gələndə Tahir qardaşım var, onun ürəyindən olan, mənim ürəyimdən olan bir aran gözəlləməsi. Gəlsin görək sizdə necədir aran gözəlləməsi. Məsələn, bizdə mənim çox sevdiyim qərb bölgəsində çox sevdiyim havalardandır. Aran gözəlləməsi gəlsin.
baxışıyla min busat quran Ceyran baxışlıya mayl olmuşam Ceyran baxışlıya mayl olmuşam Balam mayl olmuşam Gözəl, eşq olsun, var olun. Elə Əbülxan müəllim yerində dayansın, Əvəzxan müəllimdən də bax bu ovqatda bir mahnını almaq istəyirəm. Ancaq aşıq, mən sizə onu deyim ki, qərb aşıqları, qərb bölgəsinin aşıqları mənə deyirlər ki, Çiçək xanım, heç nə bilmirəm deyə, ancaq saz havalarını, aşıq sənətini bütünlüyü necəm bilirsən, elə hərədən biraz oğurluya bütün bilir. Mən Şirvan aşıqlardan bildim ki, nəyə yarışa bilərəm. Şirvan aşıqlarına yarışaram oynamağı. Meydan yer olsa sizə yaxşı oynayardım. İnşallah. Gələn ver inşallah qaşı oynayarız. İnşallah mütləq oynamağı da sizdən götürərik. Təşəkkür eləyirik. Əvəzxan müəllim, axarınca bəlkə həmin o ovqatda Boşdur. Çünki Şirvan musiqisi deyəndə, Şirvan aşımızı deyəndə ritmdən danışılır da. Gəlsin bir gözəl. Siz buyurun əyləşin, Əvəzxan müəllim buyursun.
təşəkkür edirik, Əvəzxan müəllimə təşəkkür. O ürəyinizdə qalan havalarını verirsin, sonra yaxınlaşdıq. Gəl bu havaları da sizdən alaq. Əvəzxan müəllim, buyurun, əyləşin siz. Gözəl, eşq olsun. Mənə nostalji hisslər yaşatdınız və inanın ki, özüm də bax bu ovqatın arasında nə vaxtdır toylarımızda belə musiqilər, belə ifalar çox az eşidilir. O qədər müasirləşmiş və avropalaşmışıq ki, artıq belə musiqilər və qara zurnanın həsrətindəyik. Təşəkkür edirik, var olun. Çox sağ olun, Çiçək xanım. Sizə də bütün ailən sağlığınıza da təşəkkür edirik. Yenə bir də qeyd edirəm. Səyyar bala, Hünər bala və Zəfər bala. Allah onların da canını sağ eləsin, bu sənət yolunda onlara uğurlar. Mənim də o ən ürəyimdəki sizin adınız qədər təravətli
həmən Qoca Kərəm mahnısıdır, o da ifa elədi. Halanın adı, nə gözəl. Nə gözəl. Unutdum halanın adını da soruşmaq istəyirdim, Qoca Kərəm. Toylarımızda da çox ifa olunur. Allah rəhmət eləsin, Kərəm ustadlara bu rəqsi ifa eləyib, Şəkili Ələfsər, gözəl sənətkar. Təşəkkür edirəm. Çox da gözəl ifadə. İfalarınızı aldıq. Deməyə sözümüz qaldı. Verişin sonuna doğru yaxınlaşdıq artıq. Bəlkə deyəcəyimiz söz var. Mənim deyəcəyim odur ki, bu verilişə uzun ömür, günü-gündən belə reklam... Adınız kimi çiçəklənsin günü-günə. Günü-günə çiçəklənsin. Adı elə apardı Çəxanın, bütün sizin heyətə, bütün bu kanalın bütün başda olan heyətlərin üzü bərcəldi, ən belə sıravısına qədər mən öz təşəkkürümü, minnətdarımı bildirirəm. Sizin bu verilişiniz daha da çiçəklənsin. Minnətdarım, təşəkkür edirik. Bu da oldu sözümüz. Demək sözümüzü də aldıq, ifademizi də aldıq. Bizdən narazı qalmadınız. Təşəkkür edirik. Ailələr üçün təşəkkür edirik. Var olun və bu ədəb ərkanınıza görə mən xüsusi təşəkkürümü bildirirəm ki, sizdə bütün o insani, yəni ədəb qaydalarının hamısını şahidi oldum. Minnətdaram hər birinizə və gəldik Əvəzxan müəllim. Verilişin sonu olaraq Əvəzxan müəllim bir ustad kimi Könül Körpüsünün tamaşaçılarına nə istəyir? Bayaq dedim də, Allah elə adınız kimi günü-gündən çiçəklənsin bu veriliş. Minnətdarım. Gözəl verilişdir, xalqın ruhunu tutan verilişdir. Bəli, mən elə öncəliklə onu dedim ki, biz millətin ruhunu, xalqın folklorunu yaşatmaq diləyi ilə bu verilişləri araya ərsəyə gətiririk. Buyurun, ustadın oğlundan alaq sözümüz. Mən bir sözü nəzərinizə çatdırmaq istəyirəm ki, mən ilk dəfə 1988-ci, 85-86-cı illər olardı ki, Köhnə Leylin sarayında konsert keçirildi. İndiki Heydər Əliyev sarayında. İndiki Heydər Əliyev sarayında. Allah rəhmət eləsin, Hüseyn Arif Aşıqlar Birliyinin sədri idi. Mən çıxdım səhnəyə, balaca sazım var idi. Oxudum, Hüseyn Arif durdu, saldan keçdi səhnəyə, gəldi, alnımdan öpdü, dedi, oğul, sənin ustadın kimdir? Balaca uşaq idim də, Noruca göstərdim ki, o. Ustadımı çağırdı səhnəyə, dedi, Aşıq Qanıç, halal olsun sən ki, yerində belə üs qoyub gedirsən. İlk dəfə mən onda fəxrfərman aldım. Neçə yaşınızda? 8-9 yaşlardır bu. Deməli, 8-9 yaşınızda Bəli, bir ara uzlaşmaq istədim, açığı yaxşı mənada, gözəl insanların qınağı yenidən qaytardı mənim sənətə bağlı. Yaxşı ki, dünyada yaxşılar varmış. Əlbət ki, minnətdaram sizə də, yaxşılara da. Sonra qaldı ki, bu verilişə gəldikdə Könül Körpüsü. Bir var, quru Könül Körpüsü olar. Bir də var, çiçəklə Könül Körpüsü. Gör də özgə tərəflər. Həqiqətən, televiziya işçilərin hamısına dərin minnətdarlığımızı bildiririk. Allah bu verilişi, onsuzsa biz hara gedirik, orada uğur olur inşallah, Allah rızası ilə. Uğurlu, gələcəkdə davamlı olsun inşallah. Biz də baxıb, öz zövqümüzə alaq inşallah. Hər birinizə təşəkkür edirik. Vaxtınızı bizə ayırdınız, zamanınızı ayırdınız və bax bu ovqatı tamaşaçılarımıza yetirdiyinizə görə minnətdarıq. İnşallah əminəm ki, biz növbəti verilişlərdə də görüşəcəyik və qalan ifaları biz orada yetirəcəyik və dediyiniz o həmin o Şirvan Aşıq məktəbinin o dəryadan damlalarına nələrsə çatdırarıq. Qismət olar, yenə görüşərik. Bir daha təşəkkür eləyirəm. Var olun və sonda yəqin ki, Şirvan məclislərində, yəni Şirvan Aşıqlar məclisi necə qapıyır? Həmin o qapanma havasını sizdən alarıq. Hələ ki mən verilişi qapıyım və sonunda sizdən ifanı alarıq. Bu təşəkkürlərin axarında mən öz təşəkkürlərimi ünvanlayım. Dəyərli tamaşaçılarımız, saç düzümüm və vizajım üçün Nərimanov metrosu yaxınlığında Əhməd Rəcəbli küçəsi 11-də yerləşən San Studio salonunun xanımlarına ki, vizajım üçün Raminə xanıma, saç düzümüm üçün isə Şəhla xanıma təşəkkürlərimi bildirirəm və hər iki xanımın, Raminə xanımın da telefonunu və Şəhla xanımın telefonunu ekranlarınızdan biz sizə təqdim edirik, görə bilərsiniz, istədiyiniz vaxt zəng vura bilərsiniz. Zövqümcə və zövqünüzcə işləyən bir xanımlardır. Təşəkkürlərimi yetirirəm və eyni zamanda bugünkü çəkilişimiz üçün dəstək olan Nərimanov rayonu Əhməd bəy Ağaoğlu 26-da yerləşən Orman Ailəvi İstirahət məkanının bütün işçi heyətinə, rəhbərliyinə təşəkkürlərimizi bildirək ki, bax bu gözəl dekorları, bu gözəl qədimi bizim
simvollarımızı bizim üçün təşkil elədilər və Belə bir şəraiti biz üçün yaratdılar. Bəli, sağ olsunlar. təşəkkürlərimizi bildirək. O qayğını bizdən əsirgəmədilər. Verilişimizin araya ərsəyə gəlməyində təşkilati dəstəyi üçün isə Dəmirli Yol Tikinti şirkətinin işçilərinə təşəkkür edirəm ki, o yollardan birini də elə bizim üçün saldılar. Türk və yerli mütəxəssislərlə birgə yol çəkilişi, asfalt və bardurların salınmasında böyük layihələrə imza atan Dəmirli Yol Tikinti şirkəti ən son texnologiyaları ilə yollarınıza rahatlıq və uzun ömürlük gətirəcək. Bakı və Sumqayıt şəhərləri, o cümlədən ətraf rayonlarda yol çəkilişi ilə bağlı istənilən sifarişləriniz bu ünvanda qəbul olunur. Bakı şəhəri, Balaxanı qəsəbəsi. Əlaqə telefonları 050 209 0502 050 266 96 06. Bizim Könül Körpüsü verilişinin bax bu yolu Şirvandan gəlib keçdi. Könlümüzün körpüsünü bu dəfə Şirvan aşıqları ilə, Şirvan musiqisi ilə bəzədik və sizlərə yetirdik. Nə deyim, payızın bu yarpaq tökümü vaxtında, ağaçların solan vaxtında, gülləri, çiçəkləri solan vaxtında mən Çiçək xanım könlümüzdə çiçəkləməyə gəldik. Növbəti Könül Körpüsündə çiçəkləmə eşqindən Allahın amanında olasınız deyirik. Görüşərik inşallah. Aşıqlar Qobustanda